çıxmışam bura. Canımın əlində qalmışam. Gör sikmə başımı xarab eləyir. Moda göstərirəm. Bəyəxki də paçasının arası cırılır. Çox dardı, sıxdı məni. Bu yenə beş burumdan təpi yata bilirlər. Qoğaq tökülür də, başımda var qoğaq. Təzəyəcə oranın suyunda çimdim, qoğaq gəldi başıma. Şampunu vurdum, qoğaq gəldi. Balaca ucuz şampunlardandır. Təmizləyəcəm. Qopdan qəşəkdir. Az da yaxşırın. Solpa kaynasın gidin. Maşın gitti o kapılar kazanın ağzından. Gidip kodunu bırakaq şeye evin dalına. Bunu da için bırakmaya tutunu da yazıqdır. Şortuk giymişim, ayaqlarım da açıqdı. Allah, məni basar yer, qurban olum sağ olma. Yazığım ağız, kimsənin də yoxdur. Bilir sümük. Ne yürürsən? Osman için mırıldıydı o. Gel amatan. Bu gece kotini şeye koyuyorum. Evin damına. Məni yiyəcək, ay topa məni yiyəcəkdi. İnanın bildi ki, məni elə mırıl deyir nətər. Bəyək Nəsir deyir ki, bunlar öz sahibi məşğul olur, ikinci sahibə öyrəşmir. Bu ki də kotini qoyaq. Bildi ki, kotinin yanına gedirəm, bax, başlayacaq bilməyə. Bildi ki, kotinin yanına gedirəm. Yazık koyduk kalıp burada. Halam ölsün. Halam ölsün. Yazık hamza gel. Sen sesini içmesin, açtığın gibi bir sürecek. Komşular şeydi. Gülüm! Senin sesin batsın. Batsın senin sesin. Senin sesin batsın. Vay bu neymiş o? Bu neymiş o? Bu neymiş o? Böyle dolar az. Gece demircimiz demircimiz az. Bu neymiş o? Böyle dolar az sesin batsın. Komşular da götürdü ya. Korkuram ey usta. Sesin batsın az. Yeter. Daha sümük alıp qabağında kebaplardan getirmişim. Niye baksın?
Qapılar da ne etdi? Qapılar da Aslında susuzdu. Dəlisəsən, vannada suyu qabağında bol yanında deyir şeydi. Bu su kürəyimi çırdı. Açım seni keseydi. Seyirde düz bağlayış. Akşamlar gezmeye geçelim. Günlerde başlayalım. Max kişi, Max güzel, Max kişi, Max güzel, okumaya. Max kişi, Max güzel. Açım seni açım keseydi. Ağzın çek, derine geçiyor sana. Aşağı koyun buraya aşağı. Max kişi, Max güzel. Kabağıma geldi bile aslında nereye kabağıma atır. Yok şiş değil valla. Oynamak istiyorum. Az bir oynamak olur. İtibar yok değil mi bunlara? Tuttuk kişi. Bak kişi. Eleme bak. Bacım sen. Bak kişi. Bak eleme. Açtım uşak o. Gel. Bağlamışım. Niye bulaşmamışım ya? Gürültü yok zaten yer lazım. Gel. Gel açmışam seni. Gel. Hay bacı elə bir ki mən bunu açmamışam Az gel açmışam. Max gel açmışam Açıqsan gel. Gel hadi gel. Şimdi bildi. Ay mama. Dön. Ay mama. Dayan. Oo, gitti çöreğin üstüne işledi. O kulakın üstünde çöreği var. Kafama batırma. Güzeldi. Max güzeldi. Git çık. Özünü qorxunma hiss edir. Rahat ol. Onlar oynayanda eylədir. Həqqi. Qorxuram axayıb, Qati.
Yanımda gezdir. Max. O ya Katya. Yakmışım diyor. Hadi kişi, Max kişi. Max kişi, gel. Max güzel de. Dedim ona bak, Max kişi. Gez. Ondan nefes alabilir Priv. Ondan nefes alabilir. Gez. Kötülük geldi. Şeydi, Max güzeldi. Neyi diyorsun orada? Hay bala, maşallah ne iş yiyorsun ki? Oy. Max güzeldi. Ben de çıkıram eve Max. Sen de kes. Aşık olduğum da zincirde değil. Ya istemişti ki bu zincir eləmədi. Mən heç vaxt onu bağlamamışam. Ben de bir de akşam səhəfi gün ortadan zaten sonra komşuların gələndə bağlayalım. Komşular gələndə bağlayalım. Gəlsin daha həyətdə. Gəzir soruşlanacaq. Deyir, ama kız. Zincir açmayacaq da şey zincir. Qoy onu da açım, yaxşı. Sorun bağlayacağım. Akşam yok bağlamıram hali yok. Sevmir. Gel görüm, Max gel görüm. Gel zincirini de açım ağırlık, gel. Max gel görüm. Gel görüm. Max gel görüm. Zincirini de açım ağırlık, gel. Üstünü kurban olmaz. Ben çiğnesin al. Bak saat sonra kim sürekliler? 5 gün. Bulamak. Üzüm alarsan ilk adamlarım yapışaq. Yunus ha. Üstünü nedir açılmaz mı? Nedir bağlı? Açtım. Gel. Ay boşu çok söylendi bak kızıştı. Oy. Sana hayır rahat. Korkuyorum ben bunlar. Gitti. Boşun penceresine gitti. Aşağı buna hayır böyle. Marcus. Suyu var, şokur, suyu var. Bana da vereceğim. Değil ha suyu. Bir kalk şeyliği var. Ser süpüreceğim değil, suyu var. Ben bunu aç saklamıram. Yemeğine bakmıyorum. Kalıp kabağın etleri kalktı. Yedise. İyi çıktı. Çıktı be. Buna bağış. Marcus. İyi ya. Kapatıyoruz. Yine bir şey parçalıyor. Geldi yanıma. Ötürü şaka.
Her yeri batırmayıb, oynayır da. Nədir? Uşaq saxlayanda uşaq batmır. Bu her yeri batırıb. Kaka eləyib dana, sərsüpürüb götürəcəm. Koktun axtarır, Kotun evində alma salmışam. Marcus. Gedib hamama baxır. Deyir, gəlir uşaqlar. Gül. Zərba izləyicilər də sabah deyir. Sesin çıxartmış. Ağzı ne güzelsin sen. Kişiysin. Pis güzel. Çox yekəli, çox uşaqlı. Adam ürpəndi, başa düşürsün, çox iridir. Adam qorxuna bax. Kız kişi. Ödələrin sesini. Kız kişi. Bu varlılar içindir bu it. Allah'ın olsun. Bunu imkanlı ailələr, bu ki qapısını qorusun. O laf yekə həyətlərdə iddia olur. İki həyət ucu bucağı olmayan. Nəhlilik qaçdı. Aşkım, zincir atanda sevindim. Beyce rahat gez. Seni kupon olmaz. Kişiydi, beden paparıldıydı ya. Dobirtman bana deyirlər. Dobirtman sen. Bak görsen pistiləndim. De gidip çopa yiyeyim aşkına. Gel sağollaşaq da. Vuruldum. Mən ürək elədim uşaqlar. Mənim yerimdə qonşular ayağını belə həyətimə basmış. Bunun qorxusundan. Mən ürək elədim. Allah hamd olsun. Dedim yağıyor ürək elədim. Gedib bax. Ora birdən təkrar qapını açda tuyuqları parçalayacaq. Amma bağlıdır. Kotunu iyisini alır o. Deyir qardaş, bırak kotunu parçalayacaq. Vurdu. Neylə gəlir. Hara. Hara çıxırsan. Şəma ora. Baş kurt deyib yapmıram. Xalça yuyulacaq olsa, kot şey eləmişdi o biriləri. Tezdə nə görəcəm? Uşaqlar pislikdir ki bu. Pislikdir ki bu uşaqlar. Qapında yaraşıqdır bana, prosto qorxuram. Ha deyirəm, özümü qorxutmuyor. Ağırlıdır deyin. Sən mənə yazarsan da Dobetman haqqında bilgin varsa. Çox iridir kaka. Ürpənirəm, başa düşürsən, çox iridir. Dəhşət iridir. Bu tərəfə də görə gəlir yanıma. Ki görün Max. Ne varsan orada, oraya girme. İri olmazsa, pres balat olsa, şaşmanı balata baxma olardı. Çok iri dediğin qorxuram. Özümdən asılı deyil, bir dəqiqə əlim ayağına seçi görən, ha bax, məni dişliyib parçalayacaq. Max, gel görün, gel. Ses eşitdi. Gel. Uzan da bir dəfə uzan görün, ne olar. Uzan atır. Dilin qalır çöldə. Uzan görün, otur. Otur görün, otur. Mən tutmaz ki, basıram, dalından basıram. Dobertman'da da görmüşsünüz. Otur görün. Max otur. Max otur. Nasıl tutana? Lehledi ne kaçtın evinde olduğunu kapat istedi. Ama deyəsən məni çox istəyir. Hə, deyə uzandı. Hey. Uzan, temiz uzan, temiz uzan görüm. Ayağını kaldır baksın. Korktum, ses vermeyin, nasıl işin atmıyorsun? Ses çıktı, korktum. İt atmayın, itiz atı görür, mən parçalayar ekranda. Uzandı yanımda, görək. Arada bir bundan oynayayım, çok oyun mən laf sevsin. Uşaq deyil. Aşkım, ayın bakışım.
Hiç. Gidim yemeğimi yiyeyim ta. Niye qaytarım ya aşıqlığı çox istəyirəm. Prosto yeməyi çox yiyir, nə yalan deyim. Sümükdən qaldı, indi verəcəm. Dolanacaq, yo oynuyor. Ağıllı deyil ki, eti də cütləşdirərəm, lap bir şey deyər. Yiyəməz, niyə yer deyir, yanındayım, Allah, ayağımı bax. Ne eləyir? Yesə yerdir, indi deyir, ha. İləyir, qoy ilədikcə lap tanır, var eləyir. Göğe bakır. Ondan korkma, korksan o hiss eləyir. Bana yəhsə demiş ki, bak ondan korkma. Ondan korkanda hiss eləyir deyir. Onda şey eləyə bilər. Bayaq Nəsr o mənə dəl eləyir ki, o birinci sahibinə düşkün olur, ikinci sahibinə hər an deyir, yəni şey olur. Məndə də deyir olur, birinci sahibinə deyir şey olur, ikinciyə yəni hirslənir, şey, agresiya göstərsən şey eləyə bilər. Göğe baxır, neyse. Çalışmayalım onu. İkinci sahibine şey olmur deyir. Deyir özlə dişinin dibinə dəyişdə tutdu bırakmır. Dişinə deyir dəyiri, ət elə bir sümüyə kimi gedir. Yəni elə yanım, bunu elə bir ki kimsə tutsa əlindən almaq olmur. Bu parçalayır da yanım. Getdi bax. Getdi bilməyə. Ses. Ya getdi uşaqlar. İstəmirəm də uşaqla başa düşən səsi pis yürürük. Su içdi. Gebele geç olmadı penceresine alsın. Gebele gel mən gezirəm. Gel. Sessiz yatıyor, çok sesim çok pis değil. Sesim çok pis değil. Sesim çok pis değil. Eğer uşaqlar saxlaya bilməsəm də mən deyəcəm də sizə. Olar ki saxlaya bilmərəm. Kız. Su içecek. Gördünüz uşaqlar suyu da yeməyi də qabağında deyil, bax yeməyi də oradadır. Doyubdu. Çox iyiydi. Oraya getmə, yağlıdır o. Buraya gəzir. Getdim evə mən. Uşaqlar, bu məni tutmayacaq ki. Qonşunun toxusu çatmaz məndən şikayət. Nə? Heç bir aidiyyəti yoxdur. Məndə 4 dənədir. Heç bir qonşunun toxusu çatmaz məndən şikayət eləsin. O qədər mənə şikayət eləyən var. Kilə danışsa, prost deyirəm ki, istəsə adamın beyninə götürür də. Deyir, məndən bu yolun özündə 2 dənə departman var. Deyir, orada saxlayırlar. Bütün gün yürür. Göyə mənim bütün hürməyəndə çürüklər qapının ağzına gəlir, hürmür ki. 5-i birdən gəlir hürür darvazanın ağzında. Seslerini atır başına. Kotini evin dalına bıraktım. Kotini deyir ki, bıraksan parçalayacağım kotini. İlahi, kotini bəlkə verirsən, elə bir yerde kotini öldürər. Bir şey var ha, bir şey. Yiyəsi dedi ki, bir şey darvazanların birdən açıqsa kadar evden çıxsa bir şey sənindir. Parçalayıp öldürüp boğacaq ora. Bak elə deyir, Setkanın tüpüyünü dağıdır deyir. Bak böyle elini atır Setkan, bak böyle vur ki, bırak bir kotini parçalayacağım. Yazık kotini sesini çıkartma korkusundan. Max gel. Marcus. Gel. Gel. Üstüme gələndə qorxuram belə. Elə bir ürpənləm. Gel, mən də gedirəm evə aşkım. Çolpan pişdi, gidəm yemək yiyəm. Sonra da getirəcəm. Gel, maç eləyim, gedim üstüne. Gel. Gel, maç eləyim. Sən mənim itim səni. Gel. Gel, maç eləyim, gedirəm. Marcus. Yemək yandı. Ağıllı da ağıllıdır.
Ben bunlar hakkında okumuşam deyil. Qabağına şir çıxsa, aslan çıxsa özünü aslanın qabağına verir yiyəsindən ötürü. Girin maraqlanın bunlar hakkında. Ağıllıdır, çok ağıllıdır. Bir de nike maç edeyim giydim. Hoş gün. Uy, hoşsun. Üstümü tüzünüz. Tamam, ben gittim eve. Git. Gedirəm ben. Max gedirəm. Max gedirəm. Parıldayır. Bir şey yaxşı ki tükü yoxdur, tükü tökülmür. Gittim de rahat. Peki gelecek. Gel burada yatacak. Babayı gelme. Gittim. Bırakası da öyle. Dur bak. Bu yemişler keselim. Max kişi. Üstü dalma yersen. Dalma gelme. Doldan iyilir beni. Kimsem de yoktu sen olam yani kimse. Gece vakti banisi yaparsın. Değil mi? Aşkım. Şöyle geçsin de gideyim sen de yat. Uşaqlar bu mənim dalma gəlir neyse. Şöyle geçirir. Sen de git yat. Aşkım şeydi. Max güzeldi. Max kişiydi. Max'ım benim de gittim, ben de açmışım. Gidin bir lokma yemek yiyeyim aşkım. Gel. İtiraz edin, ben de yemek yiyeyim. Sen yiyip karnını doyursan ama ben kalmışım. Gedirəm. Sabah seninle çoxlu oynayacağım, söz vereceğim. Sabah seninle çoxlu oynayacağım. İyi geceler Max, iyi geceler. Geldi. Seninle çoxlu oynayacağım. Hasarın tullanmaz. Şimdi birazdan çıkarıp bakarız, görüntü yatacak. Oynamak istediğinde oynadım sana. Onu Yasima verende dedi ki ben bilirəm ki sen ona çok güzel bakasın. Değil, ben bilirəm ona sen necə bakasın. Ona göre onu mavi verdi o. Sağ olsun. En pahalı ettiği o. Kime verir az onu? Vermiyor. Yiyorum, sağ olun diyeceğim. Tefranda ben elini yiyorum demişim. Ne bir uşağı bahadır. Onlar vardı ikisi. Onu vardı insanlar saklayır. O uzun bucağı hektar heyretler olur. Ona bunun için xüsusi sertifikat tikirlər. Mənə öyrənir dedi ki, bunun üçün qəşəng qəfəs tikdir, belə qəşəng sertifikadan. Hardasa dedi 500-600 manatlıq deyir qəfəslikdir. Kimsəyə zat gələndə sal ora, bağlama dedi. Sal dursun qəfəsdə, axşamlarda aç bıraq. Yeməyə saldım, dedim, bu ağıllı fikirdir. İndi pulumdan inşallah biraz yığacağım. Çox xərcləməyəcəm. Ona bir qəfəs düzələcəm evin qabanından. Sertifikadan ne belə qəşəng. Nefrin diyem ki aşıklar. Yudumdan ölümü. Doberman çok yüksek enerjiliydi. Görsen saklayanlar bilir diye yazırlar. Doberman çok yüksek enerjiydi. O hareketsiz kalabilmez, enerjisini çıkarır. Çıkarsın. Pony doğufda uşaqlar. Deyib Pony'nin şey koymuşam. Nətər deyərlər, çiməcəm olsa durum çiməm. Çimif yatasıyam, kanseri də vurub buz kimidir kuxlan. Ne diyeceğim yadımdan çıxdı. Kameradan bax. Deyə gəzir, deyə ha. Deyə şoxlarda kameradan baxır. Deyə, gəzir də. Qalçanın üstündədir, gəzir. Gel o qəfəsəklərə bura tərəf getdi. Marcus! Değiştim ha. Kayıta girmeyi isteyeyim.
Yesin aşkım. Üç tane doğdu aşıqlar. Deyib, Pony burada deyib, burada aşıqlar. Kotini yasatmalıyam, bilmirəm də yəni. Bilmirəm, 3 tane it qapıda doğru gəlmir də, başa düşürsən. Parçalayar, bunu Pony'si yine bu biraz dişidir. Bu görün. İyi ha, aşırı bir vanlamı. Bu benim çektiğim zulümlerdi. Yemeğe yemeyip iyi. Bunu yaşadıysam. Gülgün. İşte versen ben aşkım. Git, tutun yana, git oraya. Git. Ay, sağ ol. Babuş. Uyuyor koyuyorsun. İndidən balalarınız göz ışığı verirlər ki, mənimdir deyə. Sağ ol. Az Arjuna sürpriz Pomerian deyil. Çox sıxırdılar, bu gör niyə getdi çünki o da balacadan ama. Doğanda nə olmalıdır? Yox, uşağı evə bıraxmıram, batırar işləyər ona görə doğubdur. Qoy hamam ediləsin, cəhənnəm hamamın kafildir. Yuyursan gedir. Bir dənə netdən dökürsən belə şey, sənin işin çətin. Hə, çox çətindir. Quran haqqı. Çox çətindir, mənim işim əlbəttə ki çətindir. Kotini əlimi yuyacam. Koti, o, bu. Mənim işim deyəm. Dəhşət çətindir mənim işim. Pony verdi, hamısı Pony'yə qoşduyur. Kotiyə də geçmişəm, kotini sata bilmərəm. Bu itin yiyəsini Maverənin çox yaxşı insandır da. Yine çox istədim onu, başa düşürsən. Mərd uşaqdır. Utancaq, baş aşağı, başa düşürsən, çox istədim. Həmişə ona, başa düşürsən, biraz imkansızdır. Həmişə ona mən kömək eləyəcəm. Həmişə ona kömək eləyəcəm. Prosto soruşdum da, o yeməyi zaten çatdı. Bak bu iti varlı insanlar saxlayır. Görsən mən, bak bu 2 manat verdim, uşaqlar. Bir tolu özdə sümük yox ha, sümük üstü doldu əti ilə, boyunlar, bak belə deyil ha, bak görsən. Durur orada. Koti hansıdır? Koti deyil, onun erkeği. Bu şpitsin erkeğidir. Bunlar baha deyil, kadar şpits pomeler 1200 manatdır. 2000'e yaxın deyil. Deyil, bak o vanların içindeki gördüğün o 2000'e yaxındır. Yazır ki, belə qorxma, sən qorxunu ona hiss elətdirməməlisən. Doberman çox ağıllı itlərdir. Deyən görə kimsə yazır saxlayın ki, sən ona qorxunu hiss et. Qorxunu ona var, çox iri deyil qardaş. Qardaş, ayağını qaldırır, burama gəlir, boyu burama gəlir. Çünki özündən asılıdır, qorxuram. Həqiqi özündən asılı deyil. Bəs salam, axşamı xeyir, baboş. O itdən mən də saxlayıram. İndi kimsə yazıda nömrəmi tapıb. Əsəbləşəndə yiyəsimdir. O itdə mən də saxlayıram. O bağlı qalıb deyə enerjisini çıxarmalıdır. Çox bağlı sonra gün üzləri mən açıram həmişə, onu bağlı saxlamıram. Enerjisini çıxarmalıdır. Sabah gələrəm sənə bəzi şeylərin deyərəm. Bərdədə olursan, qorxma, sən qorxunu ona hiss elətdirməməlisən. Doberman çox ağıllı itlərdir. Onların komandaları var. Sən elə belə yanaşma o itə. Nötr yanaşın be qaqa. Nötr bə, qocuğun. Yazır ki, bir də əlini çox ağzına vermə. Bəs onun ağzına versəm nə olar ki, qaqa? Bir oynayıram da, onu mən oynamaq kimi verirəm ağzını əlimi. Deyən görün, bu zəngin gömünərin işimin başa çıxır aşırır. Deyim salamı, gör kimdir bu, bərdə dolur. Lili nə bilim hanım, deyim pəncərənin dalında yatır. Salam qaka, sən ondan saxlayırsan? Hə, mən aşağıda deyil, mən sizin müştəri olmuşam, belə siz mənim müştəri olmuşsunuz botda.
taksi çağırmışsın, mən bortda işləyirəm. Bərdədə olursunuz? Mən Bərdədə olurum, mənim qohumlarım saxlayırlar, ondan hal-hazırda saxlayırlar. Onlar satırlar. Mən Cütləşdirmək istədim, həmçinə cütləşdirək də kaka. qoy mən bir söz deyim, gözlüyüm içinə çıxım. Peki bu dişisini de götürdüm. Onlar çox ağıllı it olur. Yəni məndə də var, balası var, balalardan saxladım. Sadəcə olaraq mən də qalxıb bina evdə, biz həyətdə saxlatdırıq o iti. Onlar çox ağıllı it olur və ağıllıqdan əlavə sən onun sahibisən. Sən ona bildirməlisən ki, mən sənin sahibinəm, sən mənim sahibim deyilsən. Yəni indi o bir it var idi, o birinci it bağladı evin arxasına. Yəni onunla o bir deyil. Yəni Ay kaka onu öldürüp değil bırak bir setkanı kırılır. YouTube'da deyir, bax Dobermanı necə sahiblənirlər, bax onu əzizləmə, o əzizlənməyi sevmir, onu sıralamaq olmaz. Ona ancaq əliyin için ilətdirə bilərsən ki, mən sənin sahibinəm. Bir də onun bir yeməyi var, onun qoyadını öyrənib deyəcəm sizə, zor mağazalarda olur, sırf Doberman iti üçündür. Onunla verirsən, ondan onu əhləşdirirsən, yəni oturmaq, durmaq, nə bilim, hürmək, o... Kaka mənə verir dərmandır, 25'dir, ondan verirsin, bir dərman verir, yiyir onu. Həmişə Gələ bilmədim, biraz nasaz idim, dedim gələrdim, başa salardım sizə. Yəni, yaxşı mənada. Onun sırf mühafizə itidir, o kraliçalar iti olur. Hər birinci səfər, elə o itin adından götürdü Doberman. Onu bir kişi o vaxtı yaradıb, yəni cütləşməklə yaradıb da, indi hansısa bir itinin dəqiqliyini bilmirəm də, yəni. Yəni, o it süper itdir, valla, Allah haqqı, bağları... Ay kaka, bəlkə qonşunun beynini aparaq, o da dəqiqə başı yürür. Onun balasını 1200-1300 manata satırlar. Yəni təzəsində, yəni orijinalın. Yo bu da orijinaldır da. Qatı hansısa bir küçük nəzərdən elə. Yo, sırf orijinal itdir, sırf orijinaldır. Baxanda görürsən orijinaldır, parıl deyil. Həm orijinaldır, həm də ki, o iti yenə deyirəm, o aditlər kimi sevilənmə. O it sevilənməyə xoşlanmır, o iti sahiblən. Ona başa sal ki, mən sənin sahibinəm, sən mənim sahibim deyilsən. Nəsə başa sal? Və o mənim başa düşmüş axı, mən deyim ki, sənin sahibinəm. İndi başa... Sən daim ona əlini ilətdir. İlətdir, əlini soxdun bəyə ağzına. Vəfsiyo, öyle şey. Yəni belə, yəni qorxma ki, o sənin üstünə gələndə qorxma. Nədən qorxursan, sən onu yiyərsən, sahibisən, sən verirsən ona yeməyi. Yox, bəlkə enerjili itdir, mühafizə itidir. Başa düşsən, o daimi bağlı qalır, indi bununla bağlı qalır bilənsə, o enerjisini çatmaq üçün qapını yiyiləməlidir. Bir də qapını bizə niyə batırır? O qapını ona görə batırır ki, yəni orada iz bırakır ki, yəni o elə bilir ki, başqa itlər də var orada, o bir itin iyini alır o. Ona görə orada iz bırakır ki, yəni buranın sahibi mən. Mühafizə olaraq da qorumaya alır o həmən həyəti. Dişisi də belədir, onun dişisi. Adi itdir. İndi bunun erkəyi yaxşıdır, qaqa dişisi. Onun hamısı yaxşıdır, o itimcisi yoxdur. Dişisi daha çox qoruma. Aha qaqa, gəlir maşınımı şişir axı. Maşınımı təkərləri bilsən nə üçün qoyur? İmeni gəlir maşınımı şişir. O iz bırakır, o bizdə də elədir. Mənim maşınımın o yeri qabiliyyətsiz olmasın. Sadəcə olaraq mən bazarda... Bir də indi hoppandı üstümə, bu gün məfək etdim. Bir də hoppandı üstümə, küləyimi çırdı. Bak, Ona bilsən nə oldu? Ona oyuncaq olur, atırsan geyif gətirir. O enerjisini ilə çıxardır. İndi o özü də təhlükəli istəyir də. Məsəl üçün, sənin həyətin böyükdürsə, məsəl üçün, çox şeylər var, danışılası çox şeylər var. Yəni, həyətin böyükdürsə, o həyəti başlayır qorumağa, almağa. Məsəl üçün, sənin üstünə gəlsə, heç vaxt qorxma. Özü çağıranda da onu Max demir, Sakağı Max. Ona zəhmlə deyirəm. Yəni, adın çağıranda utancaq çağırma, qorxaq çağırma. İtlər insandan iraq özünə. O qorxunu tez hiss edir. O yeganə heyvandır ki, o aslanın, nə bilim, adi Doberman, Rottweilerin, dünyanın zəhmətləri, pitbullun özündə də belə sahibinin ötəri canım verir. Mən YouTube'da girib baxıram. Yazıq ki, biri səni gec-gec parçalayacaq. Bu nəyini parçalasın görür? Niyə parçalayır mən? Yeməyini vermiş, hə? Yəni səni parçalamaz, sən onun sahibisən, sən ona sahiblən. Sən onun sahibi oldun. Mən onun qaqa ikinci sahibiyəm, 12 yaşı var. Mən onun ikinci olsun, problem yoxdur, olsun da. O səni görsən iylədi, səni iyini aldı, bildi ki, sən onun sahibisən. Həqiqi. Bəli. İndi rahatdır. Bizdə onun xına rəngisi var, rəngi, şafal rəngi. Hə, ondan xoşlamıram, mən qara xoşlayıram. Bir də atanlı qara var, onlar səsi çox pis gəlir, gecə baxıb öldürürlər. Qaqa, bəlkə qonşunun əlindən nəsə desə mən ağaracam onda. Yəni, pasportu var itin? Yox. İtin sənədi var,
Yoxdur. Yox, düzəltmək olurdu. Nə 60-70 manat. Düzəltmək o problem yoxdur. O sən nə deyirsən ki, iç saxlayıram mən, onun nə dəxli var? Mən orada saxlayırım. Pəncərələri mənim bəyər tərəfə şeydə çox beyin adam mən də beynim aparır. Yəni deyirəm ki, Olan şeydir. Biraz həyat evinə sərf edir, açıqlığa da sərf edir belə. Sizən üzbəyiz etirafı niyə var? Yox, qay etirafı. hə, o da saxlayır, o ikisini saxlayırdı, 2 dənə Bir də. tanəsi görmüşəm, onlarca xına rəngidir. Bizimkindən də bir eşətdir, bir dişidir. Nəsə, işte 2 dənə də eşidir. İndi mən nə varım, indi qonşu mahalləsə desə, düşün, nə də qardaş, mənim bütün. Sizə heç nə deyə bilməz, qonşu sən nə deyə bilər ki, ittisar. Şikayət sad eləsə nə tər, bəs polisə versə. Bunu saxlamıram ki, deyəm, çoban eti saxlayıram. Yəni nəsə, bu bəzək üçün dekor kimi bir itdir, onun üçün nə deyə bilər ki sənə? Mənim qohumlarım hamısı saxlayır, orada nə var ki? Xoşum. Hürməyə pisdir, də qardaş, səsi pisdir. İndi o hürməyə pisdir deyəndə vallahi yadda, onun da səsi elədir. Yox, oradan adam keçirir, ona hürmür. Elə bir darvazanın ağzına. Bir dənə iti aynı da hürür, başlayırsa hürməyə. Siz tərəf açıqlıqda da bilirəm, itlər çoxdur da. Hətta bir dənə itilən kimi də başlayır. İtin iyi 200-300 metrlikdən olur. Yəni onlar iyi bilmək, qoxu bilmək, görməsi. Mühafizət edir. Bəli, qaqa, mən bunu nətər çimizdirim də. Sən onu qucağında saxlayıb ora bıraxa bilmirsən axı. O balaca deyil. O mühafizəsi qorumalı itdir. Sən ona hər şeyi zakonla, yəni başa düşürsən, göstəriş verə. Otur, dur, max, çağır gəl yanına. Məsələn, indi rus dili. Ay qardaş, mən indi söz deyil, nətər çimizdirim onu? Tişləməz məni. Yox, etikdili sən onu sahibizə, sən ondan qorxmamalısan, başa düşürsən. Birdən ağzatda tutdu, kopartdı, nə var onun da? Tutmaz. Tutdu, da etibar edir. Bir də ki, cəmaat qardaşına etibar eləmir. Mən ona nətər etibar edeyim? Qorxma. Vaxt lazım olar, səhər kömək eləyərəm sənə. Hə, onda gəl başa sar gör mən nə ayırışam. Yaxşı. Zor mağazada gedərik, problem yoxdur. Hə. Qorxma, itdir də, itsən yiyəsidir, o yaxşı itdir. Onlar insana sahibinə çox sadiq olur. Mən qapı küçüyü zadı deyirəm, sən deyəsən vasfı itlərdir. Bu sırf orijinallı, təmiz, o nə deyirlər ona, onun adı var ya, interesli qrafik var ona. Başa düşürsən, yəni təmiz itdir. Yazıq ki, Rus kim idi o yazan? Bəyək yazı dayısı, ayıqdır, ağzını bağla kimdir, ağzını bağla kimizdir. Nəfəs alamır, qaqa, bəyək ağzını bağladım, bellədir. Nəfəs alamadı onda, burnunu tutur elə. Sadəcə olaraq sənin 2 yaşından veriblər, bəzi o pisdir. Balacalıqdan olsa daha... Hə, balacalıqdansa qorxmazdım. Balacalıqdan səni öyrəşsə, əgər 2 yaşına qədər, sən bir ay get evdə qalma, başqa yerə get, təzdən qayıt ki, o sənin iyindən səni tanıyacaq. Sadəcə 2 yaşından veriblər, biraz çox keçməyib də, o pisdir. Pis deyəni qaqa, mən pis deyərkən... Təşkil eləmək olar sənə. Ha? Pis deyərkən, yəni, o sənin tanımağını deyirəm də, yəni. Mən məsələn... Qaqa, cütləşdirəkdə sənin içindən cütləşdirir, mənə bir dənə qızım ver, dişisin ver. Məndə yeşəkdir, səndə də yeşəkdir, məndə də. Dişisi yoxdur bə? Var, yoxdur ki, cütləşdirmək. Təmiz qanlıdırsa, əsas pasport lazımdır, pasportu. Bu yaz dərsən mi təmiz qanlı yoxsa sıfır orijinal deyil o? Onu sən pasportundan bilə bilərsən, Ay qardaş, nereye adam var ki pasport düzəltdirmir, deyir, neymiş çalış balacası saxlayır. Ha, xarici aparır, deyir, deyərsən ki pasport düzəltdirir. Bildim o pasportda hər şey yazılır da onun. Vaksinləri, qiymətləri, doğum tarixi. Heç nə. Nə lazım olsa sabah Allah qoysa gəl. Kodinin pasportu var, nə olsun indi. Bir dənə yəni Amerika, Türkiyə girdi, koduna para Pasport bilir. o demək deyir ki, sən ona neyik yaparsın. Pasport onun təmiz safqan olmağını göstərir. Ünlü onu soruşuram, bəlkə də pasportu var. Xaricəsə də aparmırsan, bu adam deyir, deyəsən bunu. Yo, qaqa, sırf orijinaldır. Sırf orijinaldır. Heç nə. Candasın. Mən indi, canda, mən onun nətər kimi tütləşdirib, mən onu nətər bilməm də, ben dişisini götürmək istəyərəm. 2 yaş, onu zor mağazadan soruşarsınız, mən valla bilmirəm bu tütləşmək. Mən deyək ki... Ehtiramın nömrəsini bilməm, ehtiramı tapsaydım, onun üçün tütləşdirərdim. Laf sabahlarım danışar, yox, onlarla onu bilmirsən axı o nətərdir, onun nətər itdir, təmizdir, təmiz dövmü, babası nətər olacaq onun. Onu ancaq baytar, mənim tanışım var, başı çıxır o işlərdən. Laf lazım olar, vaksinləri vurdurağa, peyvətlər olur. Qaqa, nəsə dişi tapsam tütləşdirməyə, mən gətirsəm tütləşdirəm, bir dənə dişisini götürərəm özümə. Yaxşı, problem yoxdur. Laf sabah cəhləşərik, lazım olar gələrsin məni danışaq, problem yoxdur. Nansın, kotun görünə, hayır. Qorxma heç nədən, qətiyyən qorxub. Bəzində mən o kotunu hava hakim evində anda saxlayacağım. Mən deyirəm ki, bunlar birlər şey olsunlar, ikisinə bıraxıb həyətədən, ha?
Onlar ancaq onu öyrəşmək, onun ikisi də balacalıqdan bir yerdə yaşasaydı. Öyrəşərlər. Çünki o sənin itin yekədir, təzəvəkdir, yekə. Doberman itləri çox iri olur, sümüklü olur, amma iri, vahiməli olur. Onlar Benim qulağım üstümə gəlib qorxuram. səndəkində qulağı laf kəsilir, məndə də qulağı kəsilir, quyruğda. Adam qorxur. Mən üçün bir dəqiqə bizdə də öyle qapı dönüm, mən onu fermiyə göndərmişəm. Mən də burada qonşular məndən narazı göndərdim fermiyə. Narahatçılıq elədi. Ben oldu dedim ben konuştum bir şey diyemez. Burada açıqlıqdır bir tərəf, sahəlikdir. Yəni burada mal-heyvanca saxlayanlar çoxdur. Bizim ferma var, göndərdik fermiyə. İndi məndən də narahatçılıq eləyəcək qonşular. Qətiyyən, narahatçılıq yoxdur. Nə narahatçılıq olsun. Əgər oldu da indi məndən şikayət elədi. Mən gedib onda nə deyəcəm ay izləyicilər? Heç nə deməyəsiniz. Sizin sahibləndiyiniz itdir. Siz ona pul verib almışsınız. İtdir, it ölməsin. Mən onun ağzını bağlayayım, neynəməm. Uzaq baş verəndə çox təpinə bilərsiniz. Ki, yanı görürsünüz. O dinləmir, o yine yürür. İndi o yürür, o yəqin ki, bir nəsə bir narahatçılıq hissini yürür. Narahatçılıq eləmir. Ayında it yürür, başlayır o da yürümeye. İt yürəndə yürür. Ya bizim qonşuda xoruz bağlayıb. Hamı sabirsə nə yazır burada? Yazır ki, bu oğlanın bir sözü bir sözünə uyğun tutmur. Gah belə deyir, gah belə deyir. Mən baytar deyiləm, mən çox şeyləri elə yaxşı bilmirəm. Amma mənim itim bir yaş yarımlıq. Ya biri yazır ki, Doberman pis tutandı, məni tutubdu. Sən ona yaxşı bax, səni tutmayacaq, qorxma. Sən ona qorxma ki, o düzələcək. Sən qorxuluğunu ona bildirmə, başa düşürsən, çağır, gəlsin. Əgər mən ona qorxuluğumu bildirsə, məni birdən tutduğunu ağarıcım onda yanım. Tutmayacaq, ay Allah, o səni niyə tutsun? Bu vəhşi tölü sən tutar, sənin qapındadır, səni niyə tutsun? Səni tanımayarsa, deyərsən ki, məni tanımır, məni qətirdən, o da yanmıyor, sənin evinin içində. Qardaş, 3 gün deyil mən ondan bir yerdəyəm. Onda heç nə də, yəni düzündən rahat olma. İllərdir mənim yanımda qalır. Sabah dəyişilməz. Ne bileyim. Yaxşı, sağ ol. Dün yeməyimi kıstırmayayım. O söyleme, az qaytarır mı bu bahalıdır? Balası qiymətidir. Xeyr az, bu cehbotu deyil, elə bilmişəm. Həyatı bu qaytarmaram. Ağıllıdır. Prosto koti yazı qalıb evində alında. Görüm kotinin ağayıram. Kimə verim koti mənim yaxın qonşularına biraz saxlasın. Amma yox, mən dedim, bunlar ölkəşdən bir-birlərini mehriban olsun. Yazıq, kotinin evində alında qaranlıqda qalmalıdır. Görün ağayır uşaqlar içeri görək, yeməkdə qalıb ev. Geri ağ. Yarın yansın ay kız. Allah 7 illiğim gitti ay Allah 8 illiğim gitti. Allah bölüne yeter çıksın. Elə bildim bir ekranın aşağı qəfildən dalından çıxdı. Hiç sıradımaz qurtdum ha. Bağladım qapını. Sen demək də abi ki, çıxıb yuxarı vaxtaymış. Çox. Ajan uşaqlar durum yiyəm. Biri yazır ki, əslində peşmandır. Bax, onu biraz düz dedim. Amma yenə də nə bilim, mənim gözüm doymur. Girirsən Allah'a, peşmançılığını bildirməyim. Ki, inansın Allah, yəsadı bilər xətrinə deyər. Dörtlü yoxdur aşıqlarda. Senin axırına çıxacaq. O Selimaz neyse oturamaz, o mənim qardaşımla, o mənim qardaş kimidir, Allah'ın olsun. O mənim qardaşımın yadigardır, yo, bu. Ben ona
onu satmarım ömür boyu. Neylem ki bu dəqiqə? Satıb, yok. Pis olur, ömür boyu satmarım onu. Ben onu çok istəyirəm. Görüşəcəksən. Satmarım ha, Spa. Deyər məndən aldı, parti satdı. Oma onun balasını verdi. Oma onun balasını verdi, öldü. Başa düşürsən? Sən demə xəstəlik energetik, entetikli nədir o xəstəlikdən tuqan gedirdi. Apardım Bakıda qalanda, apardım Banisaya, klinikaya. Qarnından belə bastı, dalından qan çıxdı. İlli pisiyi gəlirdi ki. Başa düşdü, öldü. Sonra dedi ki, kaka, tam məndə qalan atasıdır da, mən pis oldum ki, həvəs anlamır. O 2 aylıq idi. Sistem zat köçürdüm, yenə də xeyir olmadı deyə videosunu da çəkmişəm. Apardım sistem zat köçürdüm. Mümkün olmadı, öldü. Qaldı orada, günü də 30 manat verdim ki, 2 gün qalsın Banisada. Mən yanı evə qoymadım da, xalqın evində qalıram. Xəstələndi, indi düşüb də, peyvənd vurdurmayıbdı. Düşüb bu görüm haradadır. Uşaqlar öldü, mən də pis oldum. Deyək ha. Bax bu mənim, bax baladır, bax. Deyib balaydı, ben görüm sonra ha bax. Deyib ha. İstəyimləri davam edir. 5 dənə iğnə vuruldu, 5-6 dənə. Hər sistemdən əlavə. Budundan bir də küləyindən. Öldü. Güclər.